Bugün biz ardıcıllıq edirik. Ardıcıllığımızı buraya yazaq əvvəlcə. T, D və T. Aha. Yazaq. Mən bunu re majorda yazacağım. Hardan bilirik ki bu majordadır ya minordadır? Dominanta istisna olmaqla bu minorda olanda tonika belə, subdominanta da belə yazılır. Yəni kiçik hərflə yazılır. Oradan bilirik ki bu minordadır ya majordadır. Yaxşı, yazırıq indi. Re, re, la, fa. Bura qədər tamam. Sonra biz dominantaya keçməliyik. Dominantaya keçəndə nə edirik? Yazırıq. La, do, la, mi. Harmonik sulla keçdik. Sonra təzədən qayıda bilərik. Əvvəlki akorda. Asan da olsun deyə belə edək. Daha sonra yazırıq subdominantanı. Subdominanta da 4-cü pillədən qurulur. Sol, re, si, sol. Bu da belə. Daha sonra yenə də biz əvvəlkinə qayıda bilərik. Re, re, la, fa. Daha sonra dominantaya keçməliyik yenə də. Necə keçək? La, do, la, mi. Geçdik. Aha. Sonra biz nə edirik? Bunu belə yazırıq. Re, ay, re, la, fa, re. İndi deməli belə. Niyə belə elədik bunu? Çünki biz bunu melodik, burada bunu harmonik birləşdirdik TD-ni. Sonra dominantanın tonikanı melodik birləşdirmək istədik. Amma melodik birləşmədə bu səslər ki, hamısı aşağı istiqamətdə getdi. Bu basın hərəkəti digər səslərə əks hərəkət olmalıdır. Ona görə bu liyanı bir oktava gətirdik aşağı ki, belə yazmaq mümkündür də. Gətirdik bura ki, bu bas bu 3 dənə səsə əks hərəkət eləsin. Yəni bu yuxarı istiqamətdə getsin, o birisilər aşağı istiqamətdə. Ona görə. Bir də ki, məsəl üçün burada biz qayıtdıq əvvəlki, məsəl üçün tonika dominanta, əvvəlki tonikaya qayıtdıq. Bu indi ilk dərslərdir deyə biz bunu belə elədik, asan da olsun. Hələ öyrəşənə qədər. Amma sonraki hallarda, vəziyyətlərdə bu, məsəl üçün, belə hal olanda T, D, T, bunu başqa variantda yazsaq daha yaxşı olar. Məsəl üçün, yəni bunu birləşdirdik əvvəlki vəziyyətdə, bunu harmonik birləşdirmişdik. Məsəl üçün, dominantla tonikanı melodik birləşdirsək daha yaxşı olar. Eynən, yəni burada da T-də də dəyişik şəkildə akordlar yazanda daha maraqlı olur. Bir də bunu biraz yazaraq yazmaq düzgün deyil. Yəni yazaraq yazmaq deyəndə nəyi nəzərdə tuturam? Yəni ifa edərək yazanda daha yaxşı olur. Çünki əslində burada prinsip akordların bir-birinə həmahəng birləşməsidir. Yəni ifa eləməyəndə o melodiyanı çox da təsəvvür eləmək ən azından mənim üçün biraz çətindir. İfa eləyəndə daha akordlar bir-birinə uyğun deyil, səslənmə baxımından daha yaxşı eşitmək olur. Yazanda isə ancaq texniki baxımdan, yəni akordlar bir-birinə düz birləşib, səhv birləşib, onları yazmaq olurdu. Yəni belə. Bu oldu ardıcıllıq.